Sergey Lavrovdan məhz Vaşinqtona həddini aşma xəbərdarlığı. Gündəm xəbərin efirində 31 mart tarixidir və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Amerikanın yaxın şərqdəki siyasətini kəskin şəkildə tənqid eləyərək bəzi dövlətlərin artıq həddini aşdığını və heç bir hüquqi əsas olmadan başqa ərazilərdə haqq iddia etdiyini bəyan edib. Lavrov Vaşinqtonun İrana qarşı tutduğu mövqeyini riyakarlıq adlandıraraq Amerika rəhbərliyinin bir-birinə zidd bəyanatlarda dünyanı aldatdığını bildirib. Nazir nümunə kimi dövlət katibi Marco Rubio'nun İran Hörmüz boğazını açmalıdır. Əks halda bu beynəlxalq hüququn məhz kobud şəkildə pozulmasıdır sözlərini göstərib və əlavə edib ki, bu bəyanatdan cəmi 2 gün əvvəl Prezident Donald Trump beynəlxalq hüququn onu maraqlandırmadığını, yalnız öz mənəviyyatı və instinktləri ilə hərəkət etdiyini açıq şəkildə etiraf edib. Lavrovun sözlərinə görə bəzi ölkələr artıq öz planlarını hüquqi çərçivəyə salmağa belə ehtiyac duymur və birbaşa təzyiq metodlarına əl atırlar. Rusiyanın Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Amerikanın regiondakı hərbi fəaliyyəti və mülki infrastrukturu hədəf alması beynəlxalq təhlükəsizlik üçün olduqca ciddi təhdiddir. O, Moskvanın vəziyyəti diplomatik müstəviyə qaytarmaq üçün vasitəçilik səylərini davam etdirəcəyini və mülki əhalinin müdafiəsində israrlı olduğunu da qeyd edib. Analitiklər Lavrovun bu çıxışına Rusiyanın Amerikanın birtərəfli hərbi müdaxiləsinə qarşı qlobal cəbhə formalaşdırmaq cəhdi kimi də qiymətləndiriblər.